Çünki diqqətli olmaq lazımdır. Bəzən biz İrandan, Ayətullahdan, alimlərimizdən, Ayətullah Xameneydən, Sistani ağadan danışanda bəziləri ağız-büzün bunun əri ki, nə deyir axı siz başqa ölkənin bir dənə aliminə, yaxud da ki, vətəndaşına şəxsiyyətpərəstlik edirsiniz? Xeyr. Əvvəldə bunu deyim, qardaşlar, bizim hansısa bir alimə, müctehidə, Ayətullaha bağlılığımız mənəvi bağlılığıdır. Bu kör-körana deyil, bəsirətsiz deyil, şəxsiyyətpərəstlik deyil. Niyə? Baxın, hansısa bir dövlət adamına bağlılıq imanla olmur, yadda saxlayın. İman sərhəd tanımır. Düzdür ya yox? İnanc, iman sərhədləri tanımır. Hər bir millətdən xristiyan var. Düzdür ya yox? Bugün Azərbaycanda da xristiyanlar var. İranın özü ki, bu günləri müharibədə ən çox adı hallanır. İranda minlərlə, neçə minlərlə orada xristiyan yaşayır, kilsələri var. Sərhəd tanımır. Necə ki, Peyğəmbər Allahın salamı olsun ona və əhl-i beytinə ərəbdir. Biz bu günləri Peyğəmbərə iman gətirmişik, yoxsa bir ərəbə iman gətirmişik? Allahın salamı olsun. Bizim Peyğəmbərə olan imanımız bir ərəbə olan iman deyil. Allah Taala'nın bizə göndərdiyi bir Peyğəmbərə imandır. Bu iman məsələsi də dövlət sərhədlərinə ölçülmür. Bu, böyük bir məsələdir. Bizim Ayətullah Xameneyi olan ki, İrandadır, dünyasını dəyişib şəhid, indi oğlu Ayətullah Xameneyi, yaxud da ki, İraqda Seyyid Əli Sistani ağaya olan bağlılığımız imandandır. Bunu nəsə başqa cür qələmə vermək insafsızlıqdır. Sabah əksi də ola bilər. Necə? Baxın, sabah ola bilər, inşallah bir gün gəlsin, bizim Azərbaycandan şükür Allaha, Qumda, Məşəddə, Nəcəfdə tələbələr var, oxuyurlar inşallah. Hansısa bir Azərbaycanlı tələbə qardaşımız oxudu, oldu müştehid. Gəldi Bakıda, Gəncədə, Lənkəranda sakin oldu. Oldu Azərbaycanlı Ayətullah Lənkərani, Ayətullah Batkubeyi, Ayətullah Gəncəvi. İranda olan bir müsəlman, həmin o Azərbaycanda yaşayan bizim o tələbə qardaş ki var, Ayətullah müştehiddir, ona təqlid eləyər. İndi nə deyək? O İraqlı, İranlı, Azərbaycanlı Ayətullaha təqlid eləyəndə Azərbaycana işləyir. Bu belə də ola bilər. Əksi də ola bilər. Bu günləri Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi var, eşitmişsiniz. Adı nədir? Qafqaz Müsəlmanları İdarəsi. Oxuyursunuz onun ayinnaməsin. Onun ayinnamasına əsasən nəinki Azərbaycanda, Dağıstanda, İnguşetiyada, Çeçenistanda olan müsəlmanlar da kimlərsə özünü ona bağlı bilir. İndi nədir? Onlar bizim Qafqaz Müsəlmanları İdarəsində işləyir.